Bildiyiniz kimi boçkada təndir hazırlamışdıq. Qış fəsli olduğundan boçkanın üzərini salafanla bağlamışdım, yağışdan, sudan qorusun deyə. Bu gün mən salafanı açacağam, yeni hazırladığımız çuxolu üzərinə keçirəcəyik. Təndirimizin üzərini açdıq. Gördüyünüz kimi hər şey əvvəlki kimidir. Təndirimizin içərisidir. Və budur, artıq çuxolumuzu təndirə keçirtdik. Artıq yağışda, qarda, küləkdə təndirimiz tam qorunmuş olacaq. Siz də təndirə istifadə olunan materiallardan əldə etmək istəyirsinizsə, od davamlı kərpic, termometr, od davamlı boya, izolyasiya materialı, seramik fibra, ədyal və digər od davamlı məhsullar mağazamızda satışdadır. Məhsulları əldə etmək üçün 055 673 2565 nömrəsi ilə əlaqə saxlayıb öz sifarişlərinizi verə bilərsiniz. Siz də özünüz həvəskar şəkildə təndir hazırlamaq istəsəz, bu materialları bizdən əldə edə bilərsiniz. İnşallah növbəti videolarımızda təndir üçün olan aksesuarlar var. Hansı ki, təndir səbətidir, kirpi aksesuarıdır. Bu aksesuarları bu təndirdə istifadə edib onun keyfiyyətini, rahatçılığını sizlərə göstərəcəm. YouTube kanalımıza abunə olub videoları paylaşmaqla bizə dəstək ola bilərsiniz. İnşallah növbəti videolarımız daha maraqlı olacaq. Bizi izləməkdə qalın.